Çox maraqlı bir psixoloji araşdırma yayımlanıbdır. Bu araşdırmaya görə uşaqların hobbiləri onların gələcəkdə hansı peşələrə yönələcəyini bəlli eləyir. Bu araşdırmada 12 il boyunca insanlar müşahidə altında tutulmuş və onlardan məlumatlar toplanmışdı. Araşdırmaya görə uşaq vaxtı puzzle qurmaq, nəsə konstruksiyalı oyuncaqlara və oyunlara marağı olan insanlar böyüyəndə mühəndis ya da inşaat işi ilə bağlı sahələr seçirlər. Uşaq vaxtı çox sual verən uşaqlar böyüyəndə daha çox elm adamı, elm sahəsi ilə bağlı sahələr və yaxud da data analist olmağı seçirlər. Daha çox əlləri ilə oynayan, rəqsə marağı olan uşaqlar böyüyəndə qrafik dizayner, musiqiçi, rəqqas və yaxud da sosial media influenceri olurlar. Uşaq vaxtı olduğu dost çevrəsində daha çox belə sosial bacarıqları ilə önə çıxan, insanlara yön verən və hansı oyun oynayacağına bir növ qərar verən uşaq olan insanlar böyüyəndə daha çox psixoloq, HR və s. kimi sahələrə yönəlirlər. Uşaq vaxtı insanları bir araya gətirib hansısa bir məqsəd üçün çalışmağa yönələn uşaqlar və yaxud da ki, hələ uşaq yaşlarından nəsə küçədə satıb pul qazanan uşaqlar böyüyəndə heç də təəccüblü olmayacaq bir şəkildə biznes sahələrinə yönəlirlər və ən nəhayət sonuncusu uşaq vaxtı nəsə kolleksiya yığmağı, nəsə toplamağı və yaxud da qəzetdən, jurnaldan nəsə kəsib yapışdırmağı, belə nələrsə toplamağı sevən uşaqlar isə böyüyəndə mühasib və yaxud da project manager kimi sahələrə yönəlirlərmiş.